Salam. Bugün sizinlə çox vacib, birbaşa təcrübənizə təsir edəcək bir mövzunu təhlil edəcəyik. Söhbət böyüklər üçün genişləndirilmiş həyat dəstəyi, yəni CHD üzrə Amerika Ürək Assosiasiyasının yenilənmiş 2025-ci il təlimatlarından gedir. Bəli, salam. Bu, həqiqətən də sahəmiz üçün çox mühüm bir yenilənmədir. Əsas mənbəmiz də hər zamanki kimi etibarlı Circulation jurnalında dərc olunmuş 9-cu hissədir. Bugünkü araşdırmamızın məqsədi, yəni, nədir? Bu böyük sənəddən sizin üçün ən vacib məqamları, praktikada işə yarayacaq yenilikləri, dəyişiklikləri çıxarmaqdır. Düzdür. İstər təcili yardım həkimi olun, istər reanimatoloq, istərsə də bu sahə ilə maraqlanan biri. Bilirsiniz ki, ürək dayanması hallarında sağ qalma rəqəmləri təəssüf ki, hələ də çox yüksək deyil. Bəli, bu acır ya. Xəstəxanadan kənar ürək dayanmasında təxminən 10%, xəstəxana daxili hallarda isə hardasa 24% xəstəxanadan sağ çıxış var. Bu da hər yeniliyin nə qədər kritik olduğunu göstərir. Tamamilə razıyam. Və bu təlimatlar əslində sadəcə qaydalar yığımı deyil. Onlar, necə deyim, mürəkkəb elmi tədqiqatları götürüb, real həyat üçün, o kritik anlar üçün praktiki tövsiyələrə çevirmək cəhdidir. Məqsəd də AHA-nın o sağalma formulası dediyi şeydir, yəni. Elm, təhsil və sistemlərin birliyi ilə nəticələri yaxşılaşdırmaq. Yaxşı. O zaman gəlin başlayaq. Təməldən amma yeniliklərə fokuslanaraq. Reanimasiyanın sütunlarından biri defibrilyasiya. Şok oluna bilən ritmlər, yəni mədəcik fibrilyasiyası MF və ya nəbsiz mədəcik takikardiyası NMT üçün nə yeniliklər var? Nəyə daha çox vurğu edilir? Defibrilyasiyada bir neçə mühüm məqam var, bəli. Birincisi, iki fazalı, yəni bifazik dalğa formalarına qəti üstünlük verilir. Aha, səbəbi nədir? Səbəb sadədir. Daha az enerji ilə daha effektiv nəticə verirlər və ürək əzələsinə potensial zərəri də azaldırlar. İkincisi, əvvəllər bəzən edilən ardıcıl, yəni stacked şoklar vardı. İndi onun yerinə hər dəfə tək şok strategiyası tövsiyə olunur. Yəni şoklar arası kompressiya? Bəli, kompressiyalara minimal fasilə verməklə. Məqsəd perfuziyanı qorumaqdır, kompressiya fasilələrini minimuma endirmək. Başqa bir yenilik də var. Qulaqcıq fibrilyasiyası, FIB və ya qulaqcıq tərpənməsinin planlı kardiyo versiyası üçün daha yüksək başlanğıc enerji. Ən azı 200 joule bifazik. Bu niyə? Məqsəd ilk cəhddən uğurlu nəticə şansını artırmaqdır. MFMT-də isə standart yanaşma qalır. İstehsalçının tövsiyə etdiyi enerji. Əgər ilk şok təsirsiz olsa, sonraki şoklarda enerji artırıla bilər əlbəttə. Cihaz imkan verirsə. Təlimat yoxdursa, maksimal enerji seçimi məntiqlidir. Anlaşıldı. Bəs o çox çətin hallar olur ha, şoklara inadla cavab verməyən MFNMT. Yəni bu şoka refrakter vəziyyətlər. Bunlar üçün vektor dəyişikliyi, yəni elektrodların yerini dəyişmək və ya iki qat ardıcıl defibrilyasiya, IAD dediyimiz iki defibrilyatorla şok vermək. Bu barədə təlimatlar nə deyir? Baxın, bu çox aktiv müzakirə olunan, amma hələlik necə deyim, tam aydın olmayan bir sahədir. Təlimatlar burada çox ehtiyatlıdır. Əvvəla ayırmaq lazımdır. Davam edən MFNMT var, bir də həqiqi şoka refrakter vəziyyət var. Bəzən şok uğurlu olur, amma ritm tez təkrarlanır. Fərq nədədir? Davam edən odur ki, şokdan dərhal sonra yoxlayanda hələ də MFNMT görürsən. Refrakter isə bir neçə şoka baxmayaraq davam edən deməkdir. Amma bu terminlər çox vaxt qarışır. Mövcud sübutlara görə. Nə vektor dəyişikliyi, nə də IAD-nin rutin istifadəsi üçün faydası qəti şəkildə müəyyən edilməyib. Yəni tövsiyə edilmir. Rutin olaraq yox. Bəzi kiçik tədqiqatlar, bəli, müsbət siqnallar verir. Amma bölük, keyfiyyətli sınaqlara ehtiyac var. Üstəlik potensial riskləri də var. Məsələn, kompressiya fasilələrinin uzanması, xüsusilə də dayanmayan və təkrarlanan MF-ə fərqləndirən tədqiqatlar lazımdır. Belə çıxır ki, hələlik bu qabaqcıl texnologiyalar standart təcrübə deyil. Bəs ÜR-ın öz keyfiyyətini artırmaq üçün texnoloji yeniliklər, məsələn, dalğa forması analizi. Bu sahədə də potensial var. Amma sübutlar hələ ki qəti deyil. Artefakt filtrasiyası kimi texnologiyalar, bəli, kompressiyanı dayandırmadan ritmi görməyə kömək edə bilər. MF dalğa forması analizi isə nəzəri olaraq şokun uğurlu olub-olmayacağını deyə bilər.
Lakin bu köməkçi texnologiyaların real nəticələri, yəni sağ qalmanı yaxşılaşdırdığına dair sübutlar hələ kifayət deyil. Yəni, hələlik gözləməliyik. Hələlik rutin istifadə üçün tövsiyə edilmir. Bəli, potensial var, amma təsdiqini tapmalıdır. Deməli, texnologiyadan çox hələ də əsaslara qayıdırıq. UAR keyfiyyətinin özünü necə izləyək bəs? Hansı göstəricilər bizə daha çox məlumat verir? Tamamilə doğru. Əsaslara fokuslanmaq şərtdir. Və burada fizioloji monitoringin rolu artır. Xüsusilə iki parametr çox vacibdir. Hansılardır? Birincisi, ekspirasiya sonu karbon qazının parsial təzyiqi, yəni E2CO2. İkincisi də, əgər varsa, invaziv arterial qan təzyiqi. ETCO2 niyə vacibdir? Çünki effektiv kompresiya qanı ağciyərlərə daşıyır və CO2 xaric olur. Yəni, ETCO2 bir növ sizin UAR-nızın qan dövranının nə qədər yaxşı təmin etdiyini göstərir. Hədəf rəqəm nədir? Hədəf ETCO2-ni ən az 10 mm civə sütunu, idealda isə 20 mm civə sütunundan yuxarı saxlamaqdır. Bu səviyyələr spontan qan dövranının bərpası, yəni SQDB şansının artması ilə əlaqəlidir. Aha. Və ETCO2-nin qəfil davamlı artması çox vaxt SQDB-yə işarə edir. Arterial təzyiqə gəlincə, əgər monitoring varsa, diastolik təzyiqin ən az 20-25 mm civə olması koronar perfuziyanı yaxşılaşdırmağa kömək edir. Aydındır. Deməli, rəqəmlərə baxıb UAR-ı real zamanda tənzimləmək, optimallaşdırmaq olar. Çox yaxşı. İndi keçək dərmanlara. Bu sahədə nə kimi dəyişikliklər, vurğular var? Epinefrin hələ də kraldır? Bəli, epinefrin, yəni adrenalin, hər 3-5 dəqiqədən bir 1 mg dozada ürək dayanması alqoritminin, necə deyim, əsas dayağı olaraq qalır. Sübutlar göstərir ki, epinefrin SQDB və xəstəxanaya qəbul şansını artırır. Bu dəqiqdir. Amma nevroloji nəticə. Orada deyəsən suallar var idi. Düz vurğuladınız. Onun sağ qalanlarda yaxşı nevroloji nəticəyə təsiri ilə bağlı müzakirələr hələ də davam edir. Bəzi tədqiqatlar fayda göstərir, bəziləri isə qeyri-müəyyənliyi işarə edir. Əsas məqamlardan biri zamanlamadır. Bu çox vacibdir. Şok olunmayan ritmlərdə, yəni asistoliya, nəbzsiz elektrik aksimliyində epinefrin mümkün qədər tez verilməlidir. Dərhal. Bəs şok olunanlarda? MFMT-də. Orada fokus ilk növbədə keyfiyyətli uyar və defibrilyasiyadadır. Epinefrin adətən ilk 1 və ya 2 uğursuz şok cəhdindən sonra verilir. Təlimatlar onu da təsdiqləyir ki, vazopressinin heç bir əlavə faydası yoxdur, nə tək, nə də epinefrinlə birlikdə. Yüksək dozalı epinefrin də tövsiyə edilmir. Yaxşı, bəs digər dərmanlar? Məsələn, antiaritmitlər, amiodaron, lidokain. Onların rolu nədir bu yeni təlimatlarda? Şoklara və epinefrinə cavab verməyən MFMT hallarında amiodaron və ya lidokainin verilməsi nəzərdən keçirilə bilər. Amma burada da bir amma var. Nədir o? Onların sağ qalmanı, xüsusən də yaxşı nevroloji nəticə ilə sağ qalmanı əhəmiyyətli dərəcədə artırdığına dair güclü, qəti sübutlar əslində yoxdur. Bəzi analizlər var ki, məsələn, şahidli dayanmalarda və ya transport müddəti uzun olan hallarda faydalı ola biləcəyini göstərir. Amma bu da tam dəqiq deyil. Digər antiaritmiklər necə? Beta-blokatorlar, məsələn? Onların faydası daha da qeyri-müəyyəndir. Və çox-çox vacib bir məqam var. Kalsium, natrium bikarbonat və maqnezium. Aha. Bunların rutin olaraq, yəni hər ürək dayanması xəstəsinə verilməsi qətiyyən tövsiyə edilmir. Yəni heç bir halda? Yalnız çox spesifik hallarda. Məsələn, sübut olunmuş və ya şübhəli hiperkalemiya harsa, kalsium və bikarbonat düşünülə bilər. Yaxud dorsadisdə pointes varsa maqnezium. Amma rutin olaraq xeyr. Faydası yoxdur, hətta zərərli ola bilər. Bəs steroidlər? Onlar barədə də bəzən danışılır. Steroidlərin istifadəsi də hələlik eksperimental sayılır. Rutin tətbiq üçün sübutlar çatmır. Deməli, dərmanlar mövzusunda deyəsən az daha çoxdur prinsipi bir növ qüvvədə qalır. Epinefrin əsasdır, qalanları isə çox seçilmiş hallarda. Tamamilə. Və o seçilmiş hallarda da sübutlar çox güclü deyil. Yaxşı, bəs bu dərmanları hansı yolla verməyən yaxşısıdır? Vena daxili VVD əsas qalırmı? Yoxsa sümük daxili ST giriş artıq onunla eyni səviyyədədir? Vena daxili giriş hələ də birinci seçimdir. Ənənəvi geniş yayılmış yoldur. Amma nə?
Əgər VVD giriş əldə etmək çətindirsə və ya çox vaxt aparırsa, sümük daxili giriş tamamilə məqbul və çox effektiv bir alternativdir. Son illərdə aparılan böyük tədqiqatlar, xüsusən xəstəxanadan kənar şəraitdə göstərdi ki, təcrübəli personal tərəfindən tətbiq ediləndə ST və VD yolları arasında sağ qalma və ya nevroloji nəticə baxımından əhəmiyyətli fərq yoxdur. Bu çox vacib məlumatdır. Deməli, vaxt itirməmək üçün ST yolu rahatlıqla seçilə bilər. Bəli, bu ST yolunun etibarlılığını təsdiqləyir və onu güclü bir seçenek edir. Mərkəzi venos kateterə gəlincə, o nadir hallarda yalnız digər yollar mümkün olmadıqda və təcrübəli mütəxəssislər tərəfindən UAR-ı dayandırmamaq şərti ilə düşünülə bilər. Və endotraxeal yol, o deyəsən artıq tövsiyə edilmir? Dəqiq, çox vacib bir dəyişiklikdir. Dərmanların endotraxeal boru ilə verilməsi artıq tövsiyə edilmir, çünki absorpsiya çox qeyri-sabit, proqnozlaşdırıla bilməyən və ümumiyyətlə zəifdir. Bu da mühüm bir dəqiqləşdirmə oldu. Gəlin indi genişləndirilmiş prosedurlara, məsələn, hava yollarının idarə olunmasına keçək. O əbədi sual, intubasiya, ETI, yoxsa supraglottik hava yolu vasitələri, məsələn, laringeal maska. Təlimatlar hansına üstünlük verir? Baxın, təlimatlar burada çox praqmatikdir. Yəni, bir ölçü hamıya uyğun gəlmir yanaşması var. Seçim bir neçə şeydən asılıdır. Nədən məsələn? Konkret vəziyyətdən, mövcud resurslardan və ən əsası, tibb işçisinin təcrübəsindən və təlim səviyyəsindən. Əgər bir sistemdə və ya konkret həkim üçün ET təcrübəsi azdırsa, ilk cəhddə uğur faizi aşağıdırsa, onda SGH vasitələri tamamilə məqbul. Hətta bəzən üstün tutulan seçimdir. Niyə? Çünki SGH-in yerləşdirmək adətən daha asan, daha sürətlidir və daha az kompressiya fasiləsi tələb edir. Amma əksinə, yüksək ET uğuru olan yerlərdə, məsələn, təcrübəli anestezioloqun olduğu xəstəxanada ET də effektivdir. Hətta yaxşı kisamaska ventilyasiyası, KMV belə, xüsusən ilk dəqiqələrdə kifayət edə bilər. Əsas məsələ nədir onda? Təxirə salmaq daha yaxşıdır. Və əgər ET seçilirsə, borunun yerini təsdiqləmək və monitoring üçün dalğa forması kapnoqrafiyası mütləqdir. Ventilyasiya tezliyi də önəmlidir. Hava yolu olandan sonra davamlı kompressiya ilə hər 6 saniyədən bir nəfəs. Hiperventilyasiyadan qaçmaq lazımdır. Deməli, bacarıq və situasiya həll-edicidir. Anladım. Bəs POCUS, yəni ürək dayanması zamanı təcili yardım ultrasəs müayinəsi, bunun rolu nədir? Kömək edirmi? POCUS. Bəli, maraqlı bir alətdir. Amma təlimatlar ona da ehtiyatla yanaşır. Əsas şərtlər var. Nədir o şərtlər? Birincisi, yalnız təcrübəli mütəxəssislər tərəfindən edilməlidir. İkincisi və ən əsası, sinə kompressiyalarına pauza vermədən və ya yalnız ritm yoxlaması üçün olan çox qısa pauzalarda həyata keçirilməlidir. Bu şərtlər daxilində POCUS potensial dönər səbəbləri, məsələn, tamponada, kəskin PI, sağ mədəcik genişlənməsi, ağır hipovolemiya aşkar etmək üçün nəzərdən keçirilə bilər. Yəni diaqnostikada kömək edə bilər. Potensial olaraq bəli. Amma onun diaqnostik dəqiqliyi və ya nəticələrə, yəni sağ qalmaya təsiri hələ yaxşı müəyyən edilməyib. Ən böyük risk nədir? Ultrasəsə görə kompressiyaya əlavə fasilə vermək. Bu, sağ qalma şansını azalda bilər. Proqnoz üçün istifadəsi isə daha da mübahisəlidir. Yəni, ürək fəaliyyəti var ya yox deyə baxmaq tək başına reanimasiyanı dayandırmaq üçün əsas olmamalıdır. Aydındır. Deməli, POCUS-da hələlik çox seçilmiş hallarda və çox diqqətlə. Bəs son vaxtlar danışılan baş yuxarı UAR, head-up CPR, bu barədə nə deyilir? Yeni standart ola bilərmi? Qətiyyən, hələlik yox. Təlimatlar çox aydın şəkildə deyir ki, baş yuxarı UAR ciddi kliniki sınaqlardan kənarda tövsiyə edilmir. Bu yanaşma, yəni xəstənin baş və gövdəsini biraz qaldırmaq, xüsusi cihazlarla UAR etmək, nəzəri olaraq beyin perfuziyasını yaxşılaşdıra, kəllədaxili təzyiqi azalda bilər. Amma sübut. Heyvan təcrübələrində, bəzi kiçik insan tədqiqatlarında ümidverici nəticələr var, amma sübutlar hələ çox məhduddur və ziddiyyətlidir. Üstəlik, xüsusi avadanlıq, xüsusi təlim tələb edir. Geniş tətbiqi üçün daha çox, daha keyfiyyətli işlər lazımdır. Bu da aydındır. Və gəldik çox vacib, amma həm də həssas bir məsələyə. Reanimasiyanı nə vaxt dayandırmaq olar? TOR qaydaları, yəni Termination of Resuscitation. Burada yeniliklər varmı? Bəli, TOR qaydaları yenilənib və daha, necə deyim, strukturlaşdırılıb.
İndi qaydalar titviyar personalının səviyyəsinə görə fərqlənir. İlkin həyat dəstəyi verənlər üçün ayrı, genişləndirilmiş həyat dəstəyi üçün ayrı, bir də universal qayda var. Əsas vurğulanan məqamlardan biri budur. Tək başına ETCOT2 dəyəri, xüsusən də xəstə intubasiya olunmayıbsa, reanimasiyanı dayandırmaq qərarı üçün kifayət deyil. Yəni ETCO2 aşağıdır deyə dayandırmaq olmaz. Tək başına bu əsasla olmaz, xeyr. Qərar bir neçə faktorun kombinasiyasına əsaslanmalıdır. Dayanma şahidliyi idimi, ilkin ritim şok olunan idimi, ətrafdakılar ücyerar etdimi, SQDB oldu mu, şok verildimi və s. Bunları nəzərə alan spesifik alqoritmlər var. İntubasiya olunmuş xəstələrdə isə 20 dəqiqəlik keyfiyyətli GHD-dən sonra ETCOT səviyyəsi davamlı olaraq 10 mmHg-dən aşağı qalırsa, bu pis proqnozun bir göstəricisi kimi qərar prosesinə daxil edilə bilər. Amma yenə də tək başına deyil, digər klinik faktorlarla birlikdə. Çox aydındır. Deməli, qərar kompleksdir. Yaxşı, ürək dayanması alqoritmlərini deyəsən əhatə etdik. İndi qısaca da olsa o biri vəziyyətlərə, yəni ürək dayanmasına gətirib çıxarmamış, amma təhlükəli olan aritmiyalara toxunaq. Nəbz hələ var. Başlayaq geniş kompleksli taxikardiyadan. GKT. GKT. Burada əsas prinsip həmişəki kimi stabillikdir. Xəstə qeyri-stabildirsə, yəni hipotenziya, şüur pozğunluğu, kəskin sinə ağrısı, şok əlamətləri varsa, gözləməyə vaxt yoxdur. Təcili sinxronizə kardioversiya. Bəs stabildirsə? Stabildirsə, yanaşma daha tədricidir. Birinci, vaqal manevrlər sınana bilər. Valsal və karotit massajı ehtiyatla. Əgər ritm regulyar və monomorfikdirsə, adenozin verilə bilər. Həm diaqnozu dəqiqləşdirmək üçün, bəlkə SVT-dir aberrasiya ilə, həm də bəzən müalicə üçün. Adenozin təsir etməsə? Təsirsizdirsə və ya ritm VT olaraq təsdiqlənirsə, onda vena daxili antiaritmiklər, amiodaron, prokainamid və ya sotalol nəzərdən keçirilir. Amma çox vacib bir xəbərdarlıq var. Naməlum mənşəli GKT-də verapamil, diltiazem kimi kalsium kanal blokatorlarından qaşınmaq lazımdır. Niyə? Əgər ritm WBV fonunda yaranan AF-dirsə, bu dərmanlar vəziyyəti çox kəskin pisləşdirə bilər. Hətta MF-ə səbəb ola bilər. Həmçinin, qeyri-regulyar və ya polimorfik GKT-də adenozin də olmaz. Bəs məhz o polimorfik VT, PEMKT, məsələn, torsades de pointes kimi qorxulu vəziyyətlər, orada nə etməli? Polimorfik VT praktik olaraq həmişə qeyri-stabil sayılır və təcili, sinxronizə olunmamış şok tələb edir. Yəni defibrilyasiya. Kardioversiya burada işə yaramır. Əgər EKG-də uzun QT intervalı varsa və ritim torsaldesə bənziyorsa, şokdan sonra magnezium sulfat verilməsi nəzardan keçirilir. Əgər QT normaldirsə, bu cür PMT daha çox keskin işəmi ilə bağlı olur onda. Şokdan sonra işemiyanın agresif müalicəsi və antiaritmik olaraq lidokain və ya amiodaron düşünüləbilir. Normal QT ilə gedən PMT-də magneziumun faydası yoxdur. Dar kompleksli taxikardiyalara, DKT, keçək. Regular DKT-lərdə vəziyyət necədir? Yenə ilk addım qeyri-invaziv vaqal manevrlardır. Təsirsizdirsə və ritm regulyardırsa, birinci sıra dərman adenozindir. Çox qısa təsirlidir, əksər SVT-ləri dayandırır. Qeyri-stabildirsə? Qeyri-stabildirsə, təbii ki, təcili sinxronizə kardioversiya. Dərmanlara vaxt itirmək olmaz. Əgər stabildir, amma adenozinə cavab vermir və ya ritim təkrarlanırsa, onda digər variantlar var. Ya təkrar kardioversiya, ya da daha uzun təsirli dərmanlar. Məsələn, vena daxili kalsium kanal blokatorları, diltiazem, verapamil və ya beta blokatorlar nəzərdən keçirilir. Anladım. Bəs çox rastlaşdığımız bir durum sürətli mədəcik cavabı ilə gedən qulaqcıq fibrilyasiyası, KOF və ya qulaqcıq tərpənməsi, QT. Yenə açar söz stabillik. Qeyri-stabildirsə hipotenziya, şok, kəskin ürək çatışmazlığı və ya aritmiya fonunda kəskin miokard işemiyası varsa, təcili sinxronizə kardioversiya. Təlimatlar KUF üçün daha yüksək başlanğıc enerji tövsiyə edir, ən azı 200 joule bifazik. QT üçün isə adətən daha aşağı enerji kifayət edir, amma 200 joule-la başlamaq da olar. Bəs stabildirsə? Stabildirsə, məqsəd mədəcik cavabının tezliyini azaltmaqdır. Rate kontrol. Bunun üçün birinci sıra seçimlər adətən beta blokatorlar, metoprolol, esmolol kimi və ya kalsium kanal blokatorlarıdır. Diltiazem, verapamil. Kritik xəstələrdə, ürək çatışmazlığı olanlarda
amiodaron da seçim olabilir. Ama burada çok vacip bir istisna var. Nədir o? Eğer EKG'de preeksitasiya əlamətləri varsa, yani WPW sindromu şüphesi, delta dalgası varsa, o zaman AV düğününü bloklayan dermanlardan digoksin, KKB'ler, beta blokatorlar, hatta IV amiodarondan kaçınmak lazımdır. Səbəb? Çünkü bu dermanlar impulsların əlavə yolla daha sürətlə mədeciklere keçməsinə səbəb olub, həyati təhlükəli mədecik aritmiyaları, hətta MF yaradabilir. Həmçinin aydın ürək çatışmazlığı varsa, KKB və IV beta blokatorlardan ehtiyatlı olmaq lazımdır. Mənfi inotrop təsirləri var. Bu xəbərdarlıqlar çox önəmlidir, təşəkkürlər. Və nəhayət spektrin o biri ucuna baxaq, yavaş ürək ritmləri, yəni bradikardiya. Nə vaxt və necə müdaxilə etməliyik? Bradikardiyanın özü yox, onun yaratdığı simptomlar və ya hemodinamik qeyri-stabillik müalicə tələb edir. Yəni, xəstədə baş gicəllənmə, huş itirmə, şuur pozğunluğu, sinə ağrısı, hipotensiya kimi əlamətlər varsa, müdaxilə lazımdır. İlk addım həmişə potensial dönər səbəbləri yoxlamaqdır. Hipoksiya, hipotermiya, elektrolit pozğunluğu, dərman təsiri, beta, KBKT, digoksin. Bunları aradan qaldırmaq lazımdır. Əgər səbəb aradan qalxmırsa və ya yoxdursa, amma simptomlar var. Onda birinci sıra farmakoloji müalicə, atropindir. 0.5-1 mg tekrarlanabilir. Maksimum 3 mg kadar. Eğer atropine cevap yoktursa veya təsirsizdirsə, xüsusən yüksək dərəcəli AV blokadalarda MOBITS 2, 3. dərəcəli blok, onda iki əsas seçim var. Transkutant pacing, yani xarici stimülasya veya vena daxili kateholamin infuzyası, epinefrin veya dopamin. Bu infuziyalar nə üçündür? Onlar adeten daha kalıcı həll olan transvenöz pacing'e, yani daxili stimülasyaya hazırlık üçün körpü rolunu oynayır. Qeyri-stabil, yüksək dərəcəli bloklu xəstədə damar yolu yoktursa, təcili transkutant pacing daha önemli olabilir. Çox sağ olun. Bu, həqiqətən də çox əhatəli bir təhlil oldu. Gəlin onda əsas mesajları bir daha yekunlaşdıraq. Belə başa düşürəm ki, 2025 təlimatları hələ də o təməl qayğıya, effektiv, fasiləsiz UAR və erkən düzgün defibrilyasiyaya çox böyük önəm verir. Bu dəyişməzdir. Bəli, təməl həmişə təməldir. Dərmanlar mövzusunda epinefrin əsasdır, amma zamanlama kritikdir. Digər dərmanların amiodaron, lidokainin rolu isə daha məhdud, daha çox nəzərdən keçirilə bilər statusundadır. Düzdür. Və rutin kalsiyum bikarbonat kimi şeylər qəti tövsiyə edilmir. Genişləndirilmiş hava yolları, POCUS kimi prosedurlara isə daha ehtiyatlı, sübuta əsaslanan yanaşma var, bacarıq və situasiya həlledicidir. Hər kəsə eyni şey yaramır. Mütləq. Teori qaydaları daha dəqiqdir, amma ETKO2 tək başına qərar üçün yetərli deyil. Və nəhayət spesifik aritmiyaların idarə olunmasında da stabillik əsasdır, müalicə ona görə seçilir. Bəli, ümumiləşdirmə çox dəqiq oldu. Bu sahə mürəkkəbdir, bilirsiniz və daim inkişaf edir. Təlimatlar bizə ən yaxşı sübutları verir. Amma heç bir algoritm kliniki mühakiməni əvəz edə bilməz. Hər xəstə fərqlidir. Və bir də vacib məqam var. Xüsusən o peri-arrest vəziyyətlərdə aritmiya əsas problemdir yoxsa başqa bir şeyin nəticəsidir. Məsələn, işemiya, emboliya. Bunu ayırt etmək çox önəmlidir. Müalicə tamamilə dəyişə bilər. Çox doğru. Və siz, dəyərli dinləyicimiz üçün son bir düşüncə toxumu. Təlimatların əsasən təməl qayğının optimallaşdırılmasına fokuslandığını görürük. Keyfiyyətli UAR, erkən defibrilyasiya, epinefrinin düzgün istifadəsi, digər tərəfdən bir çox daha mürəkkəb, qabaqcıl müdaxilələrin, iad, dalğa forması analizi, baş yuxarı UAR, əksər ikinci sıra dərmanlar faydasının ya məhdud ya da hələ sübuta yetirilmədiyini nəzərə alsaq, gələcək tədqiqatlar və innovasiyalar ürək dayanması nəticəsində sağ qalmanı həqiqətən də əhəmiyyətli dərəcədə artırmaq üçün səylərini ən effektiv şəkildə hara yönətməlidir. Bəlkə də biz bu kompleks problemin hansısa daha fundamental, daha köklü bir aspektini hələ də tam anlamırıq və ya gözümüzdən qaçırırıq. Nə düşünürsünüz? Bu dərin təhlildə bizimlə olduğunuz üçün təşəkkür edirik.
Əgər 2025 AHJT təlimatlarının tam mətni ilə tanış olmaq istəyirsinizsə, Amerika Ürək Assosiasiyasının rəsmi veb-saytına və ya Circulation jurnalına baxa bilərsiniz. Sağ olun.